kanalımızda hər birinizi xoş gördük. Bu günləri biz mübarizlə çıxırıq, gedirik. Hara gedirik bu gün mübariz biz? Bağçaya. Yox, əlbəttə Bağçaya getmirik. Bu gün həftənin 6-cı günüdür. Bu gün gedəcəyik mübarizi istəyirəm rəqsə yazdırım. Sadəcə öyrənmək üçün gedib orada biraz baxsın, eləsin. Hələ 3 yaşı var. Görək də həvəsi olsa İnşallah ki gedəcək Bağçaya. Mən də Bağça dedim, rəqsə. Düzdür? Nəsə sözüm var. Onda əl-elə gedək biz. Yavaş-yavaş yola düşək. İnşallah 10 dəqiqə, 15 dəqiqə biz ora çatacağıq. Orada davam edərik verilişi. Hələlik. Həzanlısan? Oynayacaqsan orada. Baxacaqsan? Yaxşı. Hə, mübariz, biz hara çatdıq? Asif əmin yana. Asifə burada salamlayırıq. Asif də Tiki Kafkaz rəqs qrupunun üzvüdür. İnşallah qismət olsa mübariz onun tələbəsi olacaq. Biz yolu keçirik. Asif yoxdur deyəsən. Asif əmi yoxdur, indi birazdan gələcək. Artıq biz çıxdıq buradan. Hiss edirəm ki, hələ də maraq göstərmir. Bəlkə də yaşı ilə əlaqədardır. İndi gətirəcəm, həftədə bir dəfə baxsın. Öz seçimidir əlbəttə. Bəlkə ürəyi istəməyəcək, bəlkə ürəyi istəyəcək. İnşallah Asiflə görüşəcək yenə. Gedirik indi evə. Qonağımız olmalıdır. Gedək görək gəlib gəlməyib.
maşını vereyim Moykaya Yusunlar. Ha. Çirk olub da. Necə? Sən ayaqla vurmuşsan, indi gəlin baxım görüm oraya nə günə qoymuş. Baxım, neynəmsən bura? Ha, yaxşı eləmişsən, əcəb eləmişsən. Verək yusunlar. Təmiz olsun ataq maşına. Şu, gəl verək. Oradan da gedək marketə. Sırada həyətə, yoxsa ata? Həyətə yox da birinci gedək evə yemək yeyək. Mən acından ölürəm axı. Sən yemək yiyək, sırada həyətə, həyətə. Olar, olar. Allah. Deyəm, gözlə bunu söndürüm. Verdiyi maşını. Maşını verdiyi yusunlar. Hara gedirik? Marketə. Nə var marketdə? Yumurta. Yumurta. Yemə də, hər gün yemək ziyandır axı. Ziyan deyil axı. Nasıl? Çünkü hamıya verə bilək də. Qoy yusun da, qoy yusun, təmiz eləsin. Sonra gəlib götürərik. Yaxşı? Niyə? Bəs təmiz eləməlidir də. Niyə tanısan? Eləməsin. Əlləşsin. Təmiz eləsin. Gedək indi marketdən bir-iki dənə şey alaq. Düzdür, inanmıram bir-iki dənə olsun, çünki Mübarizlə adətən marketə gedəndə marketin yarısını yığır aparır. Görək başımıza nə gəlir. Siyə söz ver ki, çox şey götürməyəcəksən. Söz verirsən? Ver də. Atama çox şey götürməyəcəm. Afərin, gəl, getdik. Bəs dedim, çox götürməyəcəm, niyə 2 dənə? Nədir, gələ biri də getdi. Sokanı. Sok o bir tərəfdədir. Su da götürmüşüm. Su götürsən, bundan. Çubuk da götürmüşüm. Aa, balık çiğneme. Nədir? Balık. Bunu sakla bir tane. Bir dənə də bunu götür, çıxar, çox şey götürmə. Hə, şey götür, gəl. Ha? 2 dənə yox, bir dənə. Gedim güc tətbiq eləyim. Belə də yaxşı qurtardıq. Gəl. Kucağımın götür, kucağımın. Gəl, yekə oğlansan, sən sabah bugün 4 yaşın olacaqsan, mənim qucağıma çıxırsan. Çakma. Yaxşı, gözlə. Dırmaş. Hoppa. Biz. Beni yaparsan bizi yaparsan. Evə aparam. Gedək, qəşək yemək yeyək. Çoxdan səhərdən çıxanıq. Səhərdən özdə saat 4-də çıxmışıq. Niye çıkmışsın? Getdik Ləzginkaya. Nə bilim, sən gördüm oynamaq istəmirsən. Gələn səfər oynayarsan, yaxşı? Gələn səfər oynayarsan, sonra da olarsan qəşək rəqqas. Nə olacaqsan? Rəqqas. Rəqqas. Rəqqas hava Göyərsinlərdir də, göyərsinlər. Saxlayırlar, uçurdurlar. Yemək verirlər, saxlayırlar, baxırlar. Bakırlar. Göyərçinlərə də ölməsinlər də, ona görə. Baxırlar ki, yemək verirlər vaxtında ki, onlar ölməsin. Masum geldi, onu vurmadı. İşte yukarı ona göre ölmesinler de. Ölməzlər. Maşında. Niye pis işi çekti? Çəkməyim.
pisi? Psikita. Pisi. Psikita. Ay, gel düş qalxaq şöyle. Orada götürüm də sənin qabaqda. Ayıp olsun mübarək. Все? Batarya qutardı. Gəlin ver. Kucağıma. Sən məni götür qucağıma. Götür məni qucağıma. Hə, götür. Mən sənin qucağına çıxmaq istəyirəm. Götür. Yox, mən çıxmaq istəyirəm, sən çıxma. Görək qonağımız gəlib. Aç qapını. Nə oldu? Nə oldu? Açırlardı. Qonaqdan qorxdun? Bize Tamam, kim Gülüş. gelir? Gələn yoxdur hələ. Yox hələ. Yəqin birazdan gələcək. Gelir. Hələ gəlməyəcək, birazdan gələcək. Akkashdan çıxır. Bana sıra gelir. Uad diyor, rahat. Rahat qonağımız gəldi. Ramoy özü də Amerikadan gəlib. Burada eşitmişəm ki, kartoşkaya görə gəlmisən. Səydənin pişirdiyi kartoşkaya görə. Söhbətlər var. En basoma. Yəni bu bizim kartoşkaya görə rahat birbaşa olaraq Amerikadan gəlib ki, anamın pişirdiyi kartoşkaları yeyəcək. Anamı yukarı şey. Ha sen anamı. Sen Mən kimin anasını, mənim anamı deyirəm də. Məni otağa çağırıb, nə üçün? Oyuncaqları tökmək üçün. Töküm? Niyə? Bəlkə qalsın. Bəlkə qalsın, dağıtmıyor. Çok. Teker. Deyən kömək edin. Sənin bu qədər oyuncağın var. Bunlar hamısı da qırıq-qırıqdır. Burada salamat bir oyuncaq yoxdur. Gəl bura, bunları mənə nəyə tökdürdün, ay Mübariz? Mübariz, bunları mənə nəyə tökdürdün? Seçken olmadı. Ama siz nerede? Ay, sən məni vurdun. Oy. Bana güzel vurdum. Ay, ay, ay. Bana durguç ve yeni tezelde veriyor. Təzəldən yox, təzədən. Tezelde. Qışqırma, Mübariz. Ya biz burada oyun oynarıq, qışqırmaq lazım deyil. Nəyə qışqırırsan? Yəni sakit oyunumuzu oynayaq. Ay, salam aleyküm. Nə tərsiz
başınıza dönün. Neyinirsiniz, ne var ne yok. Uşaqlarla oynuyorsunuz. Ona bakın gör hara girir. Ayda bu uşaq. Niye böyle eləyir axı? Abdullah. Hə, Beni oğlata. Yox, çıx oradan. Ufasları yabalı. çıx oradan mən sənə deyirəm. Çıx. Çıxmırsan sən oradan. Hop. Ha ha ha, gör onu indi neyniyəcəm. Hop. Gör indi mən də onu yeyəcəm. Hop. Mən də onu yemək istəyirəm. Hop. Ah, ha 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 ha. Hop. Mən də onu yemək istəyirəm. Hop. Mən də mübarizi yiyəcəm. Uf. Getirəm mübarək yeməyə. Mən də qalmışam. Hop. Gəl, gəl. Bilgisi. Samolyot uçur. Nə çıxacaq? Atma da mübariz. Pandadı da. Panda. Hanı panda? Hanı panda? Aa, sen yemek istiyorum. Mən yemək istəyirəm. Sen yemek istiyorum. Hop. İşittim. İşittim sana. Yemek istiyorum sen. Hop. İşittim sana. Gel. La 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 la. Mübarizi yatdırandan sonra axşam gəzintisi. İnşallah görək sabahlarını indirik. Nə planlarımız var. Çıxdıq, mübariz saat 10'un yarısında yatır. Yəni hər gün gündəlik olaraq 10'un yarısında yatır. Onu yatırtdıq. Daha doğrusu anası yatızdırdı. Çıxdıq, biraz gəzdik, özümüzün. Uşaqla gəzmək yaxşıdır. Uşaqsız gəzmək inanın ki daha yaxşıdır. Yəni bu uşaqlı adamlar mənə yəqin ki başa düşər. İnşallah görək sabah başımıza nə gəlir. Çəkilişlərimiz davam eləyəcək. Sağ olun ki izlədiniz. Təşəkkür edirəm. Bəyənməyi, paylaşmağı unutmayın. Çünki hər bəyəndikcə videomuz daha çox insanın qarşısına çıxa bilər. Fikirlərinizi yazın. Hətta fikirlərinizi yazın ki, gələn çəkilişlərdə hansı formada, necə, nə cür eləmək istəyirsiniz. Təklifiniz varsa öz övladlarınızla görüşə bilərik, bir yerdə çəkə bilərik. Bizə xoş olar. Hələlik.